Bütün insanları mən sizə müjdə verirəm. Dale Carnegie kimi sizə aldatmıram. Mən sizə müjdə verirəm. Burada oturanların hər biriniz məğlubiyyəti təcrübə edəcəksiniz. Ya etmisiniz, ya edəcəksiniz. Ağsaqqallar durub mənə sözümü təsdiq edirlər ki, həyat ancaq uğurlardan ibarət deyil. Həyatda mütləq məğlubiyyət olub ya olacaq. Qaçılmazdır bu. Hansısa məqamlarında məğlubiyyət olacaq. Allah özü belə tənzimləyib dünyanı, belə qurub dünyanı. Allah özü çətinliyə salır ki, çalxalasın, görsün sən kimsən. Özü bilir, sənə göstərsin, sən inkişaf eləyəsən. Çətinliyə salır ki, arxasında əvəz versin. Hər bir çətinliyin arxasında bir nə qədər hədiyyə gizlədib. O çətinliyi sadəcə aşırsan, dalıca o mükafatların qapısı açılır sənin üçün. Həyat budur. Həyatdırsa sıxıntısı olacaq. Mən barədə Ramazan ayında çox danışmışam. Deyir, inşallah ki, heç bir pis gün görməyəsən, inşallah 1000 il yaşayasan, dualarımız budur birinin ad günündə. İnşallah ki, heç bir problemin olmasın, bütün arzularına çatasan, alladırsan sən onu, yalan deyirsən, o heç bütün arzularına mümkün deyil çatsın. Mümkün deyil, dünyada bir dənə də adam tapılsın ki, bütün arzularına çatsın. Deyirən ki, inşallah problemlər qabağıma çıxacaq, inşallah o problemləri həll eləyəsən, o problemlər səni məyus eləməsin, inşallah, inşallah olacaq da, inşallah, yəni Allah istəsə, Allah da istəyib, elan da eləyib bizə. Quranında da bizə deyib ki, ləqəd xələqnəl insanə fi kəbəd, biz insanı çətinlikdə yaratdıq. Biz insanı çətinlikdə də əziyyət vermək üçün yaratmadıq. Çətinliyin fəlsəfəsi var, o fəlsəfəni anla, o fəlsəfəni başa düş. Hər bir çətinliyin hikməti var. Amma çətinlikdən qaçmaq ki, bəzi gənclərimizdə var, çox pis xüsusiyyətdir. Çox pis xüsusiyyətdir. Çox mənfi xüsusiyyətdir. O saat taxsirkar axtarırıq, işim alınmadı, filan kəs elədi. Ola bilər 5 dənə də günahkar tapılsın, amma Allahın da əli var axı. O günahkarı lap danlaya da bilərik, cəzalandırmaq vəzifəmizsə cəzalandıra bilərik, yəni qanunu yolla. O öz yerində, amma Allahın da əli var ki, Allah istəyir ki, 10 işdən 5-i də hərdən düzəlməsin gərək. Bəzən də onu da düzəlmir. Onu da düzəlmir. Ondan sonra ona dözürsən, yavaş-yavaş məyus olmursan, yoluna davam edirsən, görürsən ki, düzəlir. Hər bir çətinliyin hikməti var. Çətinlikdən qaçmaq çox pisdir, gənclərdə olsa çox-çox pisdir. Lap pisdir. Hamı istəyir ki, bir günə hər şey əldə eləsin. Hamı istəyir ki, buna gəlsinlər, aparsınlar, bir yaxşı maaşla iş versinlər, otursun kabinetdə işləsin bir gün içində. Belə yanaşma ilə yanaşmayaq həyata. Hədisdə var, İmam Baqir əleyhissalam buyurur ki, bir çörəyin hazırlanmasına baxın, demişəm bunu sizə. Nə qədər adam əziyyət çəkir ki, bir dənə çörəyi yeyək biz. Nə qədər, Allah özü belə eləyib. Ondan sonra fəlsəfəsini açıqlayır. İmam Baqir əleyhissalam deyir, bir yerə qonaq getsən, bir gün qalsan, desələr ona heç nə əl vurma, otursan, ye, iç. 2 gün, 3 gün, axı özün bezərsən, deyərsən ki, qoy mən də bir iş görüm də, darıxdım. İnsan, əmək insanın cövhəridir deyirlər. İnsan, zəhmət insanın zatındadır. Əziyyət həyatın bir hissəsidir. Belə tərbiyə eləyək uşaqlarımızı, çox naz-neymətə qərq eləməyək. Əleyhissalam deyir, o deyir, görmürsünüz, tufanların qabağında dayanan ağaclara baxın, necə möhkəmdilər. Dağda, vəhşi təbiətdə olan ağaclar. Amma bağda bəslənən ağac bir dənə külək gəldi, xarab eləyir onu. Amma o möhkəmdir, özünün misal çəkir Həzrət Əleyhissalam. Uşaqlarımız da belə tərbiyə eləyək ki, çətinliyi görən kimi sarsılmasın, məyus olmasın. İntiharlar, məsələn, intihar nəyə görədir? O qədər, hamısında eyni səbəb deyil təbii ki, müxtəlif səbəblər ola bilər. Biri də budur ki, həyat haqqında düzgün təsəvvürü yoxdur. Naz-neymət içində birinci sıxıntı deyil, niyə belə oldu? O niyə sualının cavabını tapmalıdır ki, niyə, yəni belə olmasa təəccüblüdür. Belə olmalıdır elə. Həyat budur. Həyat budur ki, çətinliklər, sınaqlar olsun. Əli əleyhissalamda olsan, Həzrət Əli olsan, işlərin qaydasında getməyəcək. Həzrət Əli əleyhissalamda olsun. Deyir ki, Ərəftullah bi fəsxil əzaim. Allahı necə tanıdın? Orada deyir, tanıdım ki, planlarımı alt-üst elədi. Planlarımı alt-üst elədi. Mən Allahı belə tanıdım. Mən tədbir tökdüm, ağlımı işlətdim, hər şey qaydasında gəldi, dağıtdı. Mən Əli, ki ondan da üstün peyğəmbərdir, deyir, mən də olsam, Allah gəlib mənim planımı da alt-üst eləyəcək. Bu həyatın qanunudur. Həyatın qayda qanunudur. Çətinlik olur, hərdən biz təəccüblənir, nə oldu? Heç nə olmuyor, budur elə, həyat budur. Nə olacaqdır?
Nə oldu belə oldu? Nəyə görə belə oldu? Heç nə, hər şey qaydasındadır. Qaydasında yəni belə olmalıdır. İşlər qaydasındadır. Qaydası budur ki, bəzi işlər düzəlsin, bəzi